Yenə də çox ağırlı bir məsələmizə çox peşəkarcasına toxunursunuz. İnsanlar anlamalıdırlar ki, təbiətin qanunlarını inkar etmək mümkün deyil. Çünki təbiətin qanunları inançlı insanlar üçün Allaha söykənir və eyni zamanda da elmə söykənir. Bu biologiyadır. İnsan, Homo sapiens, dərrakəli, şuurlu insan, bu cütlük şəklində evlad böyüdən bir növdür. Müxtəlif canlılarda müxtəlifdir. Elə canlılar var, tək fərd olaraq böyüdür. Elə canlılar var, ümumiyyətlə bir sürü halında, pride halında, tayfa halında böyüdür. İnsanlarda evladın böyüdülməyi cütlük şəklində olmağı təbiət tərəfindən nəzərdə tutulubdur, orada cütlüyün olmağı. Təəssüf ki, bəzi hallarda bu heç də həmişə belə alınmır. Mən demirəm, tək böyüdəndə bu faciədir. Ancaq əvvəldən elə bir iddia qoymaq qarşısına ki, bu mütləq ki, tək böyütmək arzusundadır, o artıq həmin o iddiaçının şəxsi şuuraltı psixoloji travması ilə bağlıdır. Ola bilsin ki, o özü vaxtı ilə nələrinsə şahidi olub, nələrinsə travmasını yaşayıbdır. Və ona görə də o elə zənn edir ki, o yaşadıklarını evladı yaşamasın deyə sanki öz aləmində elə bilir ki, onu qoruyacaqdır. Amma əvvəldən qəsd qoymaq ki, bu adamın arzusu evladını tək böyütməkdir. Bu, belə deyim, bəşəriyyətin, təbabətin, təbiətin, elmin, biologiyanın, psixologiyanın qanunlarına ziddir. Yəni, belə bir arzusu olmaq bu təbii arzu deyil. Bu normal istək deyil.